Salam dostlar, bugün sizə mandalində rast gəlinən belə bir kifillik haqqında danışmaq istəyirəm. Deməli, bu yaşıl və ya göy kifillikdir. Bu kifillik adətən Pensilium cinsinə aid göbələk tərəfindən törədilir. Bunun növə kimi təyinatını irəliləyən dəqiqələrdə sizə izah edəcəm. Pensilium kimi belə üzdən baxanda təyin edə bilərik, amma Pensilium digitarum və ya Pensilium itaricum növləri arasında olan fərqi daha dərin bir araşdırma ilə başa salacağam. Hər iki növ belə deyək, sitrus meyvələrində ən çox yayılan çürümə xəstəliklərinə səbəb olur. Xəstəlik çox sürətlə yayılır. Deməli, meyvədə nə baş verir? Göy, yaşıl rəngli səth gördüyünüz spor təbəqəsidir. Kənardakı ağ halqa isə belə deyək də, bura xəstəliyin mərkəzidir. Xəstəlik belə deyək, xəstə hissədən sağlam hissəyə doğru hərəkət edərək tamamilə meyvəni əhatə eləyir. Yayılır, görürsünüz bu cür. Həmişə mərkəzində çuxur olur, göbələk ilə yoluxmuş hissənin. Bu ondan xəbər verir ki, zədə, çat, əzilmə yeri ola bilər. Nə etmək lazımdır? Bu meyvə tamamilə yararsızdır istifadə üçün. Digər meyvələrin içinə əlavə etməmək lazımdır. Çünki göbələk sporları hava ilə yayılır. Ətrafdakı belə deyək, mandalinlər də yoluxdura bilər. Qarşısının almaq yolları zədələnmiş, yumşalmış, ləkəli meyvələri almayın. Bir də saxlamaya fikir verin. 4-8 dərəcədə saxlamaq lazımdır. İndi isə keçək Pensilium digitarum və itaricum növləri arasındakı fərqi. Belə deyək, Pensilium digitarum yaşıl zeytuni rəngdə olur. Itaricum isə mavi, bəzən boz rəngdə olur. Kənarları hamar və nizamlı olur digitariumda. Pensilium itaricumda isə kənarları tökülür və tüklü və tünd olur. Pensilium digitariumda kiflənnməsi dairəyə bənzəyir. Pensilium itaricumda isə dairə qeyri-bərabər olur da, fərqli istiqamətlərə sporulyasiya gedə bilər. Pensilium digitariumda belə deyək, yoluxma çox sürətli gedir. Itaricum nisbətən zəif gedir, çürümə. Pensilium digitariumda çürümə yumşaq olur bu hissə. Pensilium itaricumda isə gördüyünüz kimi qurudur, tozludur. Pensilium digitariumda çürümə təpə hissədən başlayır. Pensilium itaricumda isə gövdə hissədən görürsünüz. Bunun daha dəqiq hansı göbələk cinsinə aid olduğunu mikroskopik baxışda təyin edib sizə göstərməyə çalışacağam. Deməli dostlar, mən sizə mikroskop altında birbaşa hal-hazırda görüntüdə Pensilium göbələyinin sporunu başa salmağa çalışacağam. Bunlar gördüyünüz konidiyalardır. Bir zəncir üstündə olanlar isə konidiya sporlardır. Bunların vasitəsilə ətrafa atılır və bələngmiş budaqlanaraq növbəti göbələyin, belə deyək də, zərərli hissənin zədəli hissə sirayətlənməsi böyüyür. Məsəl üçün, bu hissələr
fiyalit adlanır. Bunların arasında ara kəsmələr olur. Onlar metun adlanır. Yəni gördüyünüz kimi göbələyin budaqlanması, birinci budaqlanma və ikinci budaqlanma. Gördüyünüz kimi kandiosporlardır. Bununla da həm bu, həm də göbələyin üstündəki real vəziyyəti bizə onu Penicillium itaricum olmasını qənaətinə gətirir.